köklərdə auksin çox yaxşı işlər görür. Onun sintetik forması İBA auksinləri köklərdə çox yaxşı işlər görür. Kök saçaqlarının çoxalmasını stimullaşdırır. Ona görə də xüsusən də ilk əkdiyimiz ildə bunlardan istifadə eləməliyik. Çünki bizə ilk əkdiyimiz istənilən budama sistemində xarici universitetlərin buraxdığı bülletenlərdə yazır. Birinci il kök sistemini gücləndirir. Birinci il kök. Biz nə edirik? Birinci il istəyirik ki, hələ bir meyvə alaq. Birinci il kök sistemi lazımdır. Kök. Ona görə mütləq auksin hormonlarından istifadə eləməliyik. Digər hormonlar, sitokinin hormonları, onlar da kökdə çox böyük işlər görür. Yəni ki, belə deyək də, kökün bu hissəsində hüceyrə bölünməsi hissəsi var idi. Bax bu, parçalanma zonası. Burada sitokinin hormonları hər zaman hüceyrənin parçalanmasını stimullaşdırır da. Bax, çox böyük rol oynayır. O orada parçalanandan sonra hüceyrələri verir bura, böyümə zonasına. O kökün böyüməsi elə bax budur. Sitokinin görürsünüz mü? Çox böyük rol oynayır. Auksin hormonları bu kök saçaqlarının inkişafında çox böyük rol oynayır.